Sabahlarınız hər zaman xeyrə açılsın, hörmətli tamaşaçılar. Siz Tele Səhəri izləyirsiniz. Həftə sonudur. Hər kəsə xoş istirahət arzuluyuruq. 2 saat bugün sizinlə birlikdə olacağıq və studiyada mən Təranə və əziz həmkarım İskəndərdir. Sabahın xeyir olsun İskəndər. Bugün əlbəttə ki bir sıra önəmli günlər qeyd olunur ki, elə 9 may faşizm üzərində qələbə günüdür. Bəli. Və Azərbaycan nefti və Azərbaycanın igid oğulları sayəsində bax biz faşizm üzrə qələbə qazandıq və 2-ci Dünya müharibəsində öz sözümü deyə bildik. Və bu günlərdə çox önəmli, hər bir Azərbaycanlı üçün xüsusi olan gün qeyd olunacaq. Sabah 10 may tarixidir və əlbəttə ki Azərbaycanın qurucusu, müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü il dönümü qeyd olunur və bu əlbəttə ki hər birimiz üçün xüsusi bir gündür və sevgi ilə, hörmətlə anırıq ulu öndəri. Çünki biz açıq deyim ki, Heydər Əliyevin sevgisini hər yerdə hiss eləyə bilərik. Azərbaycanın küçələrində, qəsəbələrində, ağaclarında. Çünki hər bir insana və Azərbaycanın hər bir amilinə diqqətlə yanaşan bir şəxsiyyət olub Təranə və əgər biz elə şəhərlərindən danışırıqsa, onu qeyd etmək lazımdır ki, onun elə 1-ci, 2-ci hakimiyyət dövründə ümumiyyətlə Bakı şəhəri və digər şəhərlərimiz sürətlə inkişaf etməyə başladı və hətta o vaxtdan belə müasir şəhər tipli modelini Heydər Əliyevin irsi ilə davam edir. Bəli, xüsusilə tarixi abidələrimizin qorunmasını biz burada qeyd edə bilirik, bərpasını qeyd etməliyik və elə gözəl Bakımızın bu şəkildə olması, həm tarixiliyi, həm müasir məhz Heydər Əliyev siyasətinin biri idi.